Bir dənə söz deyim, bəlkə indiyəcəm belə açıqlıqla, yəni bunu belə izahla deməmişəm. Bunu da deyim, sözümü yavaş-yavaş tamamlayayım. Ən yaxşı bəndə kimdir? Peyğəmbər. Ondan üstünü yoxdur ki, yox. Ən üstün bəndə Peyğəmbərdir və ən üstün bəlalar da ona gəlməlidir. Çünki deyirək, bəla yaxınlaşdırır övliyaları. Allah Peyğəmbərinə deyir ki, mənim Peyğəmbərim, səni ki seçirəm Peyğəmbərliyə, ən üstün bəndəm, xatəmül ənbiya sənsən, sən 3 şeyə razı olmalısan, 3 şeylə imtihan olunacaqsan, razısan. Birincisi, səni vuracaqlar, təhqir eləyəcəklər, dişini sındıracaqlar, başına toz tökəcəklər, kül tökəcəklər, razısan, dedi, bəli, razı. İkincisi, dedi, qardaşım Əlinin başına bəlalar gələcək. Bilirsiniz də nə bəlalar gəldi. Sən demə, Əlinin bəlaları ilə Peyğəmbər imtihan olunur. O mənada yox ki, Əli imtihan olunmur. İkisi də olunur, amma mərkəzdə Peyğəmbər dayanır. Ondan sonra buyurdu ki, üçüncü də budur ki, övladların səndən sonra Fatimə belə olacaq, Həsən belə olacaq, Hüseyn Kərbəlada şəhadətə çatacaq. Danışdı. Həzrət Peyğəmbər o bəlaya şükr elədi və qəbul elədi. Deməli, hətta Həzrət Peyğəmbər Kərbəla vasitəsilə tərəqqi elədi. Onun bəlasıydı, ilk növbədə onun bəlasıydı. Kərbəla belə bir şeydir. Quran Həzrət İbrahimə deyir ki, oğlumu qurban kəs. Düzdür? Bəli. İsmail əleyhissalamı. Hansı imtihana çəkilir burada? İbrahim əleyhissalam ya İsmail əleyhissalam? İkisi də. İkisi də imtihana çəkilir. Amma mövzu hansıdır? Mövzu Həzrət İbrahimdir. Mövzu atadır. Əsas Həzrət İbrahimin imtihanıdır. Allah da Quranda onu İbrahim imtihanı kimi qabardır. Kərbəla da İmam Hüseynin sınağıdır şübhəsiz. Amma ondan əlavə ən birinci növbədə Peyğəmbərin imtihanıdır. Peyğəmbərin bəlasıdır. Çünki mümkün deyildi İmam Hüseyin Peyğəmbərdən artıq bəlaya düçar olsun. Çünki birinci şəxsiyyət odur. Ona görə bu bəla onun da bəlasıdır. Birinci növbədə Peyğəmbərindir. Peyğəmbərin mənəvi seyri Kərbəladan keçir. Əlinin mənəvi seyri, hamının mənəvi seyri Kərbəladan keçir. Kim bu bəlaya yaxınlaşsa Allaha ən yuxarı zirvəyə gedər çatar.